Kur'an oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun. Yer üzündə təkəbbürlə gəzmə, çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir? İnsanı qarışdırılmış nütfədən yaradaraq, onu sınaqdan keçirmək məqsədi ilə eşidən və görən etdik. Biz insanı çətinlik içində xəlq etdik. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Ahirət yurdu isə əsl həyatdır. Kaş ki biləydilər. Hər bir kəs qazandığının girovuna çevrilir. İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır. Bəlkə insan öz başına qoyulacağını güman edir. İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Qullarıma mənim bu sözümü de. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O həqiqətən bağışlayandır, rəhimlidir. Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. Əgər biz bu Qur'anı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr.